Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və ona itayət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl sözə tabe olun. Sonra kimsə deməsin ki, Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma. Həqiqətən, mən dinə və dində olanlara rişxənd edənlərdən idim. Yaxud deməsin, əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım. Həm də əzabı gördüyü zaman deməsin, kaş ki bir də dünyaya qaydaydım, yaxşı işlər görənlərdən olardım. Xeyr, ayələrim sənə gəlmişdi.